Allahu 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 Allah Allahu 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 Allah Allahu Allahu Allah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaididir. Bugünkü bəhsimizin mövzusu Allaha inam və inancın insan həyatındakı rolu barəsindədir. Allaha inam və inancın insan həyatındakı rolu mövzusuna keçməmişdən qabaq, ümumən bu məsələ barəsində söhbət etmək istərdim ki, hər bir insanın həyatında inancın əsaslı rolu vardır. Ümumən biz öz həyatımıza baxsaq, əksər qərarlarımızın arxasında özümüzün formalaşdırdığı inanc və inam yatır. Buna görə də biz hər hansı bir şeyi edərkən, danışarkən, fikir bildirərkən ifadə etdiyimiz, etmədiyimiz rəftarların, sözlərin, bir sözlə hər bir addımımızın arxasında bir inanc və inam yatır. Biz insanlar bu inanc və inama əsaslanaraq müəyyən fikir bildirir, müəyyən məsələni bəyənir, müəyyən məsələni bəyənmirik və sair məsələlər hamısı inanc və inama qayıdır. Lakin insanların formalaşdırdığı inanc və inam mənşə etibarı ilə fərqlidir. Yəni, dünyada yaşayan insanlar inanclarına görə fərqlidir. Niyə? Çünki bu inancı formalaşdıran mənşə, amil fərqli olduğu üçün təbii olaraq bu inanclar da fərqlidir. Ümumi olaraq inancları formalaşdıran məsələ üç mənşəyə qayıda bilər. Digər məsələlər də, səbəblər də ola bilər, lakin əsaslı olaraq üç mənşəyə qayıdır. Birinci, inancı və inamı formalaşdıran şəxsin öz düşüncəsi və təfəkkürüdür. Hər bir şəxs öz mülahizələrinə uyğun müəyyən inanc formalaşdırır və ona uyğun yaşayır, ona uyğun fikir bildirir. Və bu şəxsi fikirlər müəyyən məsələlərdə ziddiyyət təşkil etdikdə insan müəyyən xurafi məsələlərə üz tutur. Deyir ki, şansım gətirdi, bəxtim gətirmədi, nə bilim, bürcüm səhv oldu. Hər bir halda ikinci həmən bu şans, tali, bəxt, bu kimi məsələlərdir. Bu nə zaman formalaşır? İnsanın öz şəxsi düşüncəsi bəzi məsələlərdə keçmədikdə, bəzi məsələlərdə yaramadıqda deyir ki, filan kəsin şansı gətirdi və yaxud mənim bu məsələdə bəxtim gətirmədi. Üçüncü, inancı formalaşdıran amil Allaha inamdır. Allahın qüdrətinə inancdır. Bu artıq Allaha inanan şəxslərin inamı və inanc mənbəyidir. Təbii olaraq Allaha inam əvvəl dediyimiz iki formu ilə, iki mənşə ilə tamamilə fərqlənir. Mən bu barədə bir misal demək istəyirəm. Misal da bundan ibarətdir ki, təsəvvür edin ki, sizə deyilsə ki, bu kitabın müəllifi savadsız bir şəxsdir. Yəni, o qədər də məlumatlı deyil, amma hər hansı bir elmi mövzuda kitab yazıb. Ümumən ilk növbədə siz o kitabı oxumaq istəməyəsiniz. Oxuyarkən də belə tamamilə o kitabdan ancaq səhv axtarmaq istəyəsiniz. Müəyyən cümlə quruluşunda problem görəcəksiniz. Mövzuların bir-birinə əlaqəsizliyini, yalnız mənfi cəhətdən. Amma deyilsə ki, bu kitabı yazan bir alimdir, bir tanınmış şəxsdir və yazdığı mövzu barəsində tam olaraq savadlıdır, məlumatlıdır. Təbii olaraq o kitabı oxumağa sizin marağınız artacaq. O kitabın hər sətrində siz incəliklər görəcəksiniz. Bu onu göstərir ki, əgər biz dünyanı yaradanı alim şəxs olaraq qəbul etsək, hər bir şeyə vaqif, hər bir şeyə alim olaraq qəbul etsək, bizim ətrafa, özümüzə, fikirlərə, rəftara baxışımız da tam olaraq fərqli olacaq. Yəni, biz Allahı bu üstün sifətlərlə qəbul etsək, inancımız istər-istəməz dəyişəcək. Ətrafa baxışımız, özümüzə baxışımız tam olaraq dəyişəcək. Yox, aləmin varlığını Allah deyil, öz şəxsi mülahizələrimiz, bu xurafatlı məsələlər olaraq qəbul etsək, hər zaman həyatımızın müəyyən sahələrində problemlər görəcəyik, müəyyən məsələlər qarşısında
susqunluq, durğunluq ifadə edəcəyik. Bura qədər dediyim inancın insan həyatında roludur. Bu istər Allaha nisbətdə formalaşan inanc olsun, istərsə qeyri. Hər bir halda bu danılmaz bir faktdır ki, inanc insan həyatında müstəsna yeri vardır. İkinci sual budur ki, ümumən teizm yoxsa ateizm, bunların hansı rasionaldır? Yəni Allaha inam ağılla üst-üstə düşür, yoxsa Allaha inanmamaq? Təbii olaraq Allaha inam və yaxud Allaha inanmamaq sırf nəzəri bir şey deyil. Yəni hə və yox deyil. Bəlkə bunun arxasında böyük bir gerçəkliklər, həyatı bir məsələlər dayanır. Yəni Allaha inanan şəxsin həyatı tamamilə başqa cür formalaşacaq. Onun rəftarı, danışığı tamamilə bir rəngdə olacaq. Allaha inanmayanın da həyatı başqa bir formada olacaq. Amma sual budur ki, biz şəxsləri istər Allaha inanan şəxs olsun, istər Allaha inanmayan şəxs olsun, şəxsin rəftarı, fikirlərini qoyaq kənara, bir elmi formada bu sualı qabağa çəkək ki, teizm yoxsa ateizm hansı rasionaldır, hansı insan ağlını qəbul edən tərzdə və formadadır. Bu barədə müxtəlif fikirlər, müxtəlif kitablar yazılır. Mən qısa olaraq hər iki dəstənin fikirlərini, müddialarını siz əzizlərə təqdim edirəm. İlk olaraq ateistlərin çəkdiyi iddia bundan ibarətdir ki, teizm rasional deyil. Yəni ateizm rasionaldır. Niyə görə? Onların əsas müddiaları bundan ibarətdir ki, Allaha inam özü ilə bir sıra məsələlər gətirir, təkliflər gətirir. İnsan bunları təcrübə etmədən məcburdur ki, bu dünyada onları yerinə yetirsin. Və bu əməllərinin tam olaraq cəzasını axirət deyilən bir yerdə ödəyəcək. Yəni, bu dünyada müəyyən təkliflər var, olar olmazlar var. Bunların bədəlini insan bu dünyada deyil, axirətdə ödəyəcək. Onların nəzərinə əsasən belə bir həyat sürmək heç bir formada əqlani deyil. Diqqət etsək, bunların iddiasının arxasında nə fəlsəfi fikir dayanır, nə də epistemoloji fikir. Yəni, bunlar Allaha nəyə görə inanaq və yaxud Allaha nəyə görə inanmayaq iddiasının arxasında insanın müəyyən məsələləri etmək və yaxud etməmək iddiası ilə irəli sürürlər. Yəni, Allaha inamı sırf müəyyən məsələlər, müəyyən əməllərə bağlayırlar. Bu məsələni fəlsəfi və epistemoloji olaraq təhlil etmirlər. Bəli, bəzi ateistlər bu məsələni istəyiblər fəlsəfi və yaxud epistemoloji olaraq da irəli sürsünlər ki, biz ümumən Allahı doğru düzgün tanıya bilmərik. Bəşər bu gücdə deyil. Bu da eyni ilə buna bənzəyir ki, yəni yenə də insan öz acizliyini, öz fikrinin acizliyini gətirib çıxardır ki, bəli, mən bir şeyləri başa düşə bilmərəm. Hər bir halda tutarlı bir səbəb yoxdur ki, biz niyə görə Allaha inanmamalıyıq. Lakin Allaha inananlar belə bir iddia irəli sürürlər ki, bu dini mətnlərdə də, yəni bizim imam olaraq qəbul etdiyimiz İmam Sadiq, İmam Rıza əleyhissalamın ateist şəxslərlə münazirələrinə diqqət etdikdə bu məsələni qabağa çəkirlər. Dediyim kimi, həm İmam Sadiq əleyhissalam belə bir ifadəsi var, həm də İmam Rıza əleyhissalam. O da bundan ibarətdir ki, onlar ateist, dini qəbul etməyən, Allahı qəbul etməyənlərə qarşı belə bir iddia irəli sürürlər. Əgər dünya siz dediyiniz kimidir, yəni təsəvvür edək ki, bəli, Allah yoxdur, axirət yoxdur. Belə olan halda siz də qalibsiz, biz də qalibik. Siz də nicat tapasız, biz də. Yəni biz də bu dünyada yaşayırıq, siz də bu dünyada yaşayırsınız. Və ölüb gedəcəyik. Belə olan halda yəni heç birimiz bizim ziyana düşməyəcək. Amma əgər bizim dediyimiz kimi olsa və haqq da budur, yəni Allah olsa, qiyamət olsa, təbii olaraq burada udan biz olacaq və ziyana düşən siz olacaqsınız. Bu insanın ağlının qəbul etdiyi əqli bir məsələni dəf etməyə deyilir. Yəni ağıl bunu deyir ki, bir şeydə ehtimal varsa ki, sən burada ziyan görə bilərsən, ondan çəkinmək lazımdır. Buna deyirlər, yəni buna əsasən Allaha inam, Allaha iman etmək,
bu inancı öz həyatımıza qəbul etmək rasionaldır. Tam olaraq insanın ağlı ilə üst-üstə düşür. Və nəticə olaraq, bəli, Allaha inam rasional bir məsələdir və buna inamın arxasında müəyyən məsələlər dayanır ki, o insanın baxışına, görüşünə və rəftarlarına olduqca təsir edir. Gələn bəhslərimizdə Allahın varlığı barəsində və Allahın tanıtması barəsində, tanıdılması barəsində siz əzizlərlə mövzumuzu davam edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Allahu, 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 Allah. Allah.